Salamlar, vaxtınız xeyir olsun. Mən Adıgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bu ölkədə çox geniş yayılan və hətta aşırı dərəcədə insanları asılı hala və pis vəziyyətə salan bir nüans var. Bu da nədir? Məlum məsələdir ki, bu qumar oyunları ölkədə çox geniş yayılıb. Baxırsan, təsəvvür edin, yaşlı bir qadındır, 50-dən yuxarı yaşı var, əlində kartof, soğan sumkası. Sən utanmırsan ki, əlində sumka ondan, yaşından, başından və plus yanındakı körpə uşaqdan. Nətər poz qazanıb pozur. Bu qədərmi biabırçılıq vəziyyətdir? Cəmaət o dərəcədə pis vəziyyətdədir ki, gör nədən umur. Maddi imkan çox zəif, problemlər və həmən görsən bədbəxtçılığa bax. Həmən 1-2 manatdır gedir, bədbəxt. Nəticə 0. Və əslində bu proses bir yandan onu günahkar çıxarsa da həmən qadını, bir yandan qınaq obyekti olur. Niyə? Çünki bunun vəziyyəti normal olsaydı, o 1-2 manat gedib evinə çörək alardı. Amma almır. Axmaqdır. Və sən axmaqlığını bundan əlavə harda görə bilərsən? Dəfələrlə davam edir. Bugün, sabah, biri gün, yenə harda, birdən çıxar. Yaxud bu rəsmi səviyyədə olan mislisi olsun, topazı olsun. 5 manat, 10 manat tüyən kimi ora getdi, orada da bir nəticə də yoxdur. Yenə kül sənin başına, udsan cəhənnəm. Heç nə olmur, 0 olur nəticə. Və əksəriyyət bu metodika ilə davam edir. Əvvəllər geniş yayılsa da bu poz qazan xəstəliyi, indi də açığı var. Və çox acınacaqlı vəziyyətdir ki, və dəhşət dərəcədə biabırçılıqdır ki, kişilər bir yana qalıb, qadınlar pozur. Həqiqətən belə biabırçılıq. Və son olaraq, bunun özü də bir növ, belə bilin ki, psixoloji xəstəlikdir. Niyə? Çünki siqaretə, narkotikə bənzədim bunu. Bir dəfə qoşuldunsa gedirsən axıra kimi. Birdən çıxar, birdən gələr, birdən olar. Və nəticədə heç nə olmur. Və sən ora xəstəlik imajında, xəstəlik formasında bağlayır. Və nəticədə də hər şeyini itirirsən. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.